Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə dövlət qulluğuna qəbul imtahanlarında istifadə olunmuş məntiqdən qəbul suallarının izahına baxırıq. Hansı ki, bu sualları demək olar ki, hər imtahanda bizim qarşımıza çıxır. Yəni, bu sual tipləri. Baxaq suallarımızın izahına. Birinci sualımız riyazi cədvəllər bölməsindən bir sualdır. İlkin olaraq bizə nə verib? A plus A bərabərdir B plus 1-ə. Yəni, 2A bərabərdir B plus 1-ə. Daha sonra C plus A bərabərdir B plus 6-ya. Sonra bizə nə verib? B plus C bərabərdir A plus 12-yə. A plus 12. Baxın, bizə 3 dənə belə bir ifadə verilib. Bu ifadələrdən bizə nəyi soruşur? B nəyə bərabərdir? Gəlin baxaq. Əgər biz bu iki ifadəni qruplaşdırıb, aşağıdakı ifadədən yuxarıdakı ifadəni çıxsaq, nə alınar? C-dən C çıxanda ixtisar olunur. Bunlar sıfır eləyir. B çıxaq A bərabərdir. A çıxaq B 12 çıxaq 6 plus 6-ya. Sonra A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirdərik. Yəni, bu mənfi A müsbət A-nın yanına keçəndə olur 2A. Mənfi B müsbət B-nin yanına keçəndə olur 2B. Plus 6. Məndə onsuz da burada 2A-nın B plus 1-ə bərabər olduğunu veribdir. Gətirib onda 2A-nın yerinə B plus 1 yazaram. Alınar 2B bərabərdir. B plus 1 plus 6. Buradan 2B-dən B çıxarıq. Qalar B bərabərdir 7-yə. Bizdən də B-nin qiymətini soruşurdu. Aldıq ki, 7 olmuş oldu. İkinci sualımıza baxaq. Belə bir riyazi cədvəllər bölməsindən bir sualdır yenə. Amma biz adətən tələbələr öyrəşiblər ki, burada ya plus olsun, ya vurma olsun. Amma imtahanda belə bir qəbul sualı düşübdür. Və görürsünüz, bizə yuxarıda şərt veribdir. Bu şərti nəyə görə verib? Baxın, yuxarıda verilmiş ifadədə biz C plus A bərabər B plus 6 yaza bilərik. A plus C bərabər B plus 6 yaza bilərik. Yəni, toplanan yerini dəyişəndə cəm dəyişmir. Amma bölmə olan zaman isə burada dəyişim olur. Yəni, diqqətin baxın. Əgər burada mənə nə veribdir? A böyükdür B-dən, B böyükdür C-dən. C də böyükdür 0-dan. Mən burada heç bir zaman C-ni A-ya bölə bilmərəm. Niyə bölə bilmərəm? Gəlin, diqqətin baxın. Özümüzün istənilən bir rəqəm verirəm. Misal üçün, bu olsun 8, bu olsun 7, bu da olsun 4. 4-ü 8-ə bölən zaman kəsr qiymət alınır. Amma bizdə tam ədəd verilibdir. Onda biz nə etməliyik? A-nı C-yə bölməliyik. Yəni, A bölək C bərabər 16-ya. C bərabər 16. Burada nə etməliyik? Baxıram ki, B C-dən böyükdürsə, onda B bölək C bərabərdir C-yə. Deməli, B bölək C də bərabərdir C-yə. Sonra isə baxıram ki, A B-dən böyükdürsə, onda A bölək B bərabərdir C yazaram. Buradan yazıram A bölək B bərabərdir C-yə. Baxın, bu ifadədən B bərabərdir C vuraq C-yə, yəni C kvadratını. B-nin bu C kvadratı qiymətini gətirib burada yerinə yazıram. Alınar A bölək C kvadratı bərabərdir C-yə. O zaman buradan A bərabərdir C kvadratı vuraq C-yə. Yəni C kubuna. Artıq A-nın qiymətini tapdıqsa, demək olar ki, sualımızı həll elədik. Burada A-nın yerinə gətirib C kubu yazaram. Bölək C bərabərdir 16-ya. Buradakı C-nin birindən bu C ixtisar olunur. Burada qalır nə? C kvadratı bərabərdir 16-ya. C də bərabərdir 4-ə. C-nin 4 qiymətini tapandan sonra artıq A ilə B-ni tapmaq çox rahatdır. 4-ün kubu A-ya bərabərdir, yəni 64. Buradan 4-ün kvadratı B-yə bərabərdir, yəni 16. Bizdən A plus B-ni soruşur, 64 plus 16 eləyir 80. Üçüncü sualımız belə bir faiz məsələsidir. Deyir, 25% gəlirlə 1500 manata satılan malın maya dəyəri nə qədərdir? Bunu cavabları yerinə qoyub da işləyə bilərsiniz, tənlik də vurub işləyə bilərsiniz. Misal üçün, malımız olsun X.
Bu 25% xeyirlə satırsa, x-in üzərinə gəlirik, x-in 25%-ni. Bölürük 100-ə. Bərabərdir 1500-ə. Buradan belə baxanda 25-in 100 ixtisar edir, burada qalır 4. Bu x-i da mən 4-də 4x yaza bilərəm. Çünki 4-dən 4 yenə ixtisar edir, yerdə x qalır. O zaman bizdən ifadəmiz necə olur? 4-də 4x plus 25-dən 100 ixtisar etdi. 4-də 1x bərabərdir 1200-ə. 100 üstə 1500-ə. Buradan da 4 kəsirlərin məxrəcləri eynidirsə, onda sürətlərini toplayırıq. Edir 4-də 5x bərabərdir 1500-ə. Buradan da 5x bərabərdir 4 vuraq 1500, yəni 6000. Buradan x bərabərdir 6000-i 5-ə böləndə edir 1200. Deməli, malımızın maya qiyməti 1200 manat imiş ki, biz onu 25% gəlir ilə 1500 manatı satmış olduq. Cavabımız oldu B variantı. Sonra belə bir aşkar operator var. Kəsrlə olanda tələbələr adətən çətinlik çəkirlər. Kəsri nə edərik? Baxın, bu ifadəni yazıram. Amma bu ifadəni yeni bir x yazacağım. Yazıram 6 bölək 1 plus 1 bölək x. Bərabərdir. Bizim a-mız 2-də 3-ə bərabərdir. A-nı yerinə 2-də 3 yazıram. Vuraq. B-miz də 2-də 1-dir. 1 bölək 2-də 1. Baxın, 1 bölək 2-də 1 biz bilirik ki, kəsir məxrəcdə kəsir verilən zaman bu neyini tərsinə çevrilir. Olur 1-də 2. Onda burada nə alır? 2-də 3 vuraq 1-də 2. Bu 2-lər ixtisar edir, burada qalır 3. Yəni 6 bölək 1 plus 1 bölək x bərabərdir 3-ə. Bunu tələbələr götürürlər, 3-ü kəsrin məxrəcinə vururlar, tənlik halına salıb həll edirlər. Amma bunu çox sadə bir həll yolundan eləyə bilərsiniz. 6-nı nəyə bölsək 3 eləyər? Əlbəttə ki, 2-yə. Bunu deməli, kəsrin məxrəci 2-yə bərabərdir. 1 plus 1 bölək x bərabərdir 2-yə. Buradan 1 bölək x bərabərdir 2 çıxaq 1 elədi 1. Buradan x bərabərdir 1-ə. X biz nəyə demişdik? Baxın bu ifadəyə. Deməli, onda bu ifadəyə 1-ə bərabərdirsə, cavabımız da 1 olur. D variantı. Baxarıq 5-ci sualımıza. Belə bir ayrıcılıqla bilməsən bir sualdır. Bizdən qanuna uyğun pozan həddi axtarır. Bu tip suallara görə nə edirsiniz? Artımların üzərinə yazın. Baxın, 5 artır deyək, 10 artır. Burada artdı 18, burada artdı 23, 29 və 35. Bu artımlar arasında qanuna uyğunluğa baxsaq, 23-dən 29 6 artıb, 29-dan 35 6 artıb. Deməli, onda burada da 6 artmalıdır. Burada 6 artmaq üçün buradakı artım olmalıdır 17. O zaman 17-dən 6 vaid azaltsaq, burada artım olmalıdır 11. Deməli, burada qanuna uyğunluq pozan 19-dur. 19-un yerinə əgər 20 olsaydı, baxın, 9-dan 20-yə 11 artır. 20-dən 37-yə 17 artır. Və bu artımlar arasındakı fərq hər birində 6 vaid olur. Deməli, qanuna uyğunluq pozan oldu 19. Yəni, C variantı. Bu sualımız belə bir hesab mənləri bölməsindən bir sualdır. Baxın, sadə bir misal çəkəcəm sizə. 21-i 5-ə böləndə cavab eləyir 4, qalıb olur 1. Mən bu 21-i tapmaq üçün eynirəm, 5-i vururam 4-ə, üzərinə 1 gəlirəm. O zaman bu ədədi, deyək 4K ədədini. Bu ədəddir. Tapanda 7-ni vururam K plus 3-ə. Üzərinə gələrəm K çıxaq 2. Və bu 4K ədədinin açılışını yazdım. Baxın, AB ədədinin açılışı nədir? B plus 10 vuraq A. Bu niyə 10 vuraq A-dır? Gəlin, sadə bir sualla izah eləmişsə. 37 ədədini yazsam, bu 37 ədədinin açılışı nədir? 7 plus 10 vuraq 3. Görürsünüz? Onda biz 4K ədədinin açılışını yazsaq bura. K plus 10 vuraq 4 olar. Yəni K plus 40 olar. Gəlin yazacaq K plus 40 bərabərdir.
7K plus 21 plus K minus 2. K'ları bir tərəfə yığarıq, mənimləri bir tərəfə. 7K tək yalnız K olan 8K eləyir. K da çıxanda burada elə qalır 7K. 21-dən 2 çıxanda 19 eləyir. 40-dan da 19 çıxanda elə burada qalır 21. Buradan K-nın 3-ə bərabər olduğu məlumdur. Bizdən də K-nı soruşurdu, K bərabər oldu 3-ə. 7-ci sualımıza baxarıq. Belə bir tərəzi sualdır. Bizdən soruşur ki, M nəyə bərabərdir? Gəlin onda və cavabda K ilə soruşur. Onda gəlin M-ləri K ilə ifadə edək. Necə ifadə edək? Baxın, L buradan nəyə bərabərdir? K ilə. Gətirib buradakı L-in yerinə K-yı yazarım. Bu N-lə bu N ixtisar getdi. Bir dənə N bərabərdir 2K-ya. Bunu tapdım. Daha sonra yenə eyni qaydada bir dənə L K-ya bərabərdirsə, buradakı L-in yerinə K-yı yazarım. O zaman N-in də yerinə 2 dənə K yazsaq, burada olacaq K, bir də özündə olan bu 2 dənə K. Onda bir dənə M nəyə bərabər oldu? 4 dənə K-ya. Yəni C variantı. Sonra keçək digər sualımıza. Belə bir Bunker məsələsi var. Bunker sualı. Baxın diqqətlə. Burada 32 dənə nə var? Kürə var. Bu 32 kürə buradan parçalana bölünür. 16-sı düşür bu tərəfə, 16-sı düşür bu tərəfə. Eyni ilə gəlir, 8-i düşür bu tərəfə, 8-i düşür bura. Və buradan da 16 gəlir, 8-i bura gedir, 8-i bura gedir. Daha sonra bu 8-i gəlir buradan, 4-ü bura gedir, 4-ü bura gedir. Baxın, artıq burada 16 nə var? Kürə var. Yəni 16-sı birbaşa gəlir bura. Buradan da 8-i gəlir, 4-ü bura, 4-ü bura. Daha sonra bu 4 gəlir bura, ikisi tökülür bura, ikisi olur burada. Və bu 4 ilə 16 birləşir, buradan ümumi 20-si gəlir. 20-nin də 10-u tökülür sol tərəfə, 10-u tökülür sağ tərəfə. Bu 10 da gəlib buradan parçalanır. 5-i düşür bura, 5-i düşür bura. İndi baxaq görək burada nə gəlir. 4-ü gəldi buradan. İkisi keçdi bura, ikisi keçdi bura. Bu 2 ilə də 10 birləşir, eləyir 12. 6 düşür bura, 6 düşür bura. O zaman bu 2 gəlir bura, bu 4 də gəlib buradan. İkisi düşür bura, ikisi düşür bura. Onda bu 2 ilə 2 birləşir, 4 olur. Bu gəlir, ikisi düşür bura, ikisi düşür bura. Və buradan da 2 dənəsi gəlir, biri düşür bura, biri də düşür bura. İndi gəlin baxaq görək, verilmiş bu deyək hissələrdə neçə dənə kürə olmuş olur. Birincidə olur 2 dənə. İkincidə 7 dənə, üçüncüdə 11 dənə, dördüncüdə 8 dənə, beşincidə 3 dənə, burada isə oldu 1 dənə. Bizdən nəyi soruşur? Deyir, boşluqların nömrələrini, onları yığılan kürələrin sayını artması ardıcıla düzün. Onda ən azdan başlayarıq. Birinci gələcək 6. Sonra gələcək 1. Daha sonra gələcək 5. Daha sonra gələcək 2. Sonra 4, sonra isə 3. Ən çox 3-dədir. 6, 1, 5, 2, 4, 3. Baxarıq, belə bir hitorimiz var. Hitorin qaydalarını bilirik. Yenidən təkrar deyək. Baxın, hitorinin ən əsas qaydalarının biri odur ki, 2 eyni rəqəm arasında duran hərf, simvol və yaxud da ki, rəqəm dairələnir. Baxın, 1 ilə 1-in ortasında 4 var. Bu 4-ü dairələyirik. Başqa görək, eynilərin arasında harada nə var? Sətr üzrə baxsaq, birinci sətirdə yoxdur. İkinci sətirdə 5 var. Bir də 4 var idi. Üçüncü sətirdə bir dənə burada 5 var. Dördüncü sətirdə yoxdur. Beşinci sətirdə yoxdur. Altıncı sətirdə burada da 3 var. İndi sütun üzrə baxsaq. Birinci sütunumuzda yoxdur. İkinci sütunda da yoxdur. Üçüncü sütunda da yoxdur. Dördüncü sütunda 5 var. 5-ci sütunda yoxdur, 6-cı sütunda burada 2 var. İndi biz bilirik ki, sətr və sütunda əgər birini saxlamışıqsa rəqəmlərdən, digərini silməliyik. O zaman bu 5-i saxlamışıqsa, bu 5-i silərik. Və silinən xananın da hər tərəfi dairələnir.
Daha sonra baxaq. Görək başqa nə silərik. Baxın, bu biri mən saxladım, sonra bu biri silərəm. Yaxşı, onu bu biri saxlamışıqsa bu biri də silərik. Bu 4-ü saxlamışıqsa onda bu 4-ü də silərik. Baxaq görək başqa nəyi silə bilərik. Sətr üzrə baxsaq, bu 2-ni saxlamışıqsa onda bu 2-ni silirik. Onda bu 4-ü saxlamışıqsa bu 4-ü də silirik. Bu 4-ü sildiksə onda bu 4-ü saxlaya bilərik. Onda bu 4-ü avtomatik silirik. Deməli burada bizdə nə qaldı? Baxaq diqqətlə. Misal üçün birinci sətirdə bu biri saxlamışıqsa, onda birinci sətirdəki bu biri silərik. Onu bu 2-də dairələnir. Mən heç bir şərt daxilində bu 2-ni silə bilmərəm. Onda bu 4 bloklanmış olur. Digər dairələrlə əlaqəsi olmur. Baxın, çıxışı yoxdur. Nə yuxarı, nə sağa. Ona görə bu 4-ü yenirik. Bu 2-ni o zaman dairə alaraq 4-də dairələnir. Baxarıq məsələn 3-cü sütunda. Bu 3-ü saxlamışıq, sonra bu 3-ü silərik. Bu 3-ü saxlamışdıq. Daha sonra yuxarıda bizdə bir dənə 6 qalıb. Birinci sətrimizdə. Baxın bu 5-i biz buradan silə bilmərik. Onda bu 1 bloklanır. Bloklama nə deməkdir? Yəni baxın bu 1-in digər dairələrlə əlaqəsi yoxdur. Çıxışı olmur. Artıq bağlanmış olur. Onda biz 5-i buradan saxlayırıq. Onda 1-i də saxlayırıq. 1-i burada saxlamışıq. Onda bu 1-i silərik. Yenə eyni qayda biz 1-i buradan silə bilmərik. Çünki 3 bloklanmış olur. Onda 1-i də saxlayırıq. Bizdə qaldı bir dənə 6. Baxaq görək 6-nı silirikmi, yoxsa saxlayırıqmı? Baxın 6-nı sildiyimiz zaman bloklanma yaranır. Baxın belə bir bloklanma var. Bu hissədə olan dairələrin artıq sol tərəfdə olan dairələrin əlaqəsi qalmır. Ona görə biz o 6-nı oradan silmirik, saxlayırıq. Görə şərtdə bizə nə deyir? Verilmiş itorni həll edilməsi sağdan 5-ci sütundakı. Sağ tərəf bu tərəfdir. 5-ci sütun haradır? 1, 2, 3, 4, 5. 5-ci sütunumuz buradır. Qaralanmış xanlardakı ədədlərin cəmini tapın. Qaralanmış yəni rənglənmiş xanlardakı. Rənglənmiş 5-dir, bir də 2-dir. Cəmi eləyir 7. Baxaraq 10-cu sualımıza. Baxın diqqətlə. Yəqin ki, bunun qaydasını bilirsiniz. Baxın, görək K ilə M-dən nə alınır? K burada, M burada. K ilə M-dən alınır K. O zaman yazırıq K. Daha sonra bu K ilə L-dən görək nə alınır? K burada, L burada. Bunlardan da alınır K. Deməli, ümumi mötərizə K-ya bərabərdir. İndi K ilə sual işarəsindən M alınıb. Gəlin baxaq görək K ilə nədən M alına bilər? Baxın diqqətlə bura. K ilə K-dan yalnız M alınır. Başqa bir şeydə K ilə biz hər hansı bir digər hərfdən M ala bilmirik. O zaman deməli burada da olmalıymış K. Cavabımız olur B variantı. Bugünlük suallarımızın izahı bu qədər. Əgər sizə bu tip videoların izahını gəlmək istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.